Biraz önce qeyd etdim. İsrailin İrana hücum meselesi. Eğer dediğim kimi İsrail İrana hücum etseydi, bu öten müddet ərzində İrana hücum ederdi. Amerika Birleşmiş Ştatları öten bu 46 il ərzində hücum ederdi. Lakin meselenin mahiyyəti əsasən sanksiyalardır. Bilirsiniz ki, İran 10 illərdir ki, ağır sanksiyalar altında faaliyet gösteren dövlət. Ama bütün bunlara bakmayarak hem yadıma Rusya-Ukrayna müharibəsindən bir neçə gün sonra Rusya Dumasının sədrinin dediği, bəli, bizə sanksiyalar tətbiq olunacaq, lakin bu öldürücü sanksiyalar olmayacaq. Lakin həmin sanksiyalar öldürücü değil, ama öldürücü olmamasına rağmen bugün İranın əhalisi ciddi şəkildə inflyasiyadan əziyyət çəkir, qiymət artımından əziyyət çəkir. Əlavə deməli maddi təminat imkanları, sosial deməli təminat imkanları kifayət qədər çətinlik və İranın ən çox ehtiyac etdiyi özünün daxili auditoriyası. Yani İran bu istiqamətdə yumuşalma tələb edir. Daha doğrusu yumuşalma mesajlarını verir öz fərdi arxası müttəfiqlərinə. Konkret deməli müharibəyə gəldikdə isə dediğim kimi bu hədə-qorxu ritorikasından kənara çıxan bir nüans değil. Her həftənin Cümə günü Cümə xutbəsindən sonra Amerika'ya ölüm, İsrail'e ölüm şuarları səslendirilir İran'da. Ama bu 46 ildir ki devam edir ve hiç de reallaşan bir siyaset değil. O bakımdan dediğim gibi bu üç devlet o kadar da peşekarlık talep olunmayan, yani perde arkasını görmek için peşekarlık talep olunmayan bir senaryonun icrasılarıdır.